Soruyorum. Zeydin üzünü nə vaxt göstərəcəksən? Soruşur, normal olaraq da siz mənim ailəmsiz, siz mənim izləyicilərimsiz. Yəni gününüz, ən belə deyim, istirahət elədiyiniz, relaks olduğunuz vaxtınız mənlə keçir. Boş vaxtınızı mənlə keçirirsiniz və soruşmağa da istəməyə də təbii ki haqqınız var. Bax, bəlkə and olsun deyirəm ki, Zeydin üzünü prim üçün və yaxud da naz elədiyim üçün gizlətmirəm. Bax, həqiqətən ciddi deyirəm bunu. Uşaqlar, siz nə var Zeydin üzünü nə vaxt göstərəcəksən sualını tez-tez verdiyiniz üçün və o suala çoxlu like gəldiyi üçün əsl üzünü ortaya çıxardan bəzi insanlar var. Birini misal çəkim sizə, sadəcə birini. Dünən yorumda gördüm ki, yazıb ki, əşi, cəmaat da ki, bilmir neynəsin, Zeydin üzünü nə vaxt göstərəcəksiniz, Zeydin üzünü nə vaxt göstərəcəksiniz, neyirsiniz bunun uşağının otur sifətini. Bax, buna görə göstərmirəm, bax, bu sözə görə, bax, bu şeyə görə. Mən sizin o xoş, belə deyim, mənim göz nəfsindən qorxduğumu hamı bilir. Amma sizin o maşallah yazıb gözəl sözlərinizdən və yaxud da o gözəl baxan gözlərinizdən qorxmuram. Bax, bu tipdə insanların gözlərindən qorxuram. Bax, o uşaq təzə dünyaya gəlib də, heç bir günahı yoxdur, heç kəsə pisliyi yoxdur, heç kəsdən işi yoxdur. Yəni hal-hazırda İran ona bir şey olsa o cənnət mələyi sayılır da. Yəni bunu hamınız çox gözəl bilir. Səndən heç bir işi olmayan, sənə heç bir pislik gəlməyən bir uşağa qotur sifət deyə bilirsənsə, deməli sənin umunda gözün, sən bir gün gəlib uşağı həqiqətən də yıxa bilər. O cür rəylərdən, o cür gözlərdən bir müddət uşağı uzaq saxlamaq üçün göstərmirəm. İnşallah biraz uşaq özünə gəlsin. Zeyd bilirsə adım olanda normal çəkidən biraz az doğuldu. Çünki mən tələsdim. Böyrəklərimdə problem var idi və Zeyd xırdamırda dünyaya gəldi. Zeyd hələ indi toparlanır, normal doğulan uşağın çəkisinə gəlib çatır. İstəyirəm həm o qəşənləşsin, sizin düzdür, maşallah, pis görünüşlü uşaq deyil, gözəl uşaqdır. Amma ondan da gözəl uşaqlar var da, yəni deyə bilmərəm ki, o deyirdilər, maşallah, heç indiyənə qədər belə gözəl uşaq görməmişəm, nə gözəldir. Ya o tipdə bir uşaq deyil. Özünə görə gözəlliyi var, yaraşıqlılığı var, amma dünya yaraşıqlısı bir şey deyil də, yəni. Biraz o toparlansın, əli, ayağı, üzü, gözü özünə gəlsin. Bir də ki, bu İnsanlar var, hansı ki gözləyirlər ki, belə, uşağa siz nə yazıblar? Yazıblar nə deyir, Zeydin üzü cəmaat yapışıb, qotur sifətin nəyini axtarırsınız, üzünü, nə bilim nə? Qotur sifət səndən gözəldir. Yəni bu tərz insanlara görə göstərir.